Salam, hörmətli Ada TV izləyiciləri. Bugün çox aktual və hər birimizin həyatına birbaşa təsir edən bir mövzunu müzakirə edəcəyik. Kənd təsərrüfatı və xüsusilə quşçuluq sektorunun bugünkü vəziyyəti və gələcək perspektivlərindən danışacağıq. Studiyamızın qonağı Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Quş Əti Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənlidir. Onunla birlikdə sektorda real vəziyyəti, mövcud problemləri və qarşıdakı imkanları açıq və səmimi şəkildə müzakirə edəcəyik. Mürvət müəllim, xoş gördük sizi universitetimizdə və universitetimizin onlayn televiziyasında. İlk sualım elə Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti ilə bağlıdır ki, konkret olaraq Şuranın fəaliyyəti fermerlərə və sahibkarlara necə təsir göstərir? Mən də bütün tamaşaçılarımızı salamlayıram. Kənd təsərrüfatı sahəsində Aqrar Universitetin xüsusi rolunu qeyd etmək istəyirəm və bu sizin sualınıza cavab vermədən öncə onu deyə bilərəm ki, son 2 gündə biz Aqrar Universitetdə qonağıq və hər sahədə xüsusi xırdalığınla baxış keçirdirdik, rəhbərliklə bir yerdə çıxışlara qulaq asdıq və o qədər sevindirici haldır ki, mən bir şey deyim ki, Aqrar Universitetin məzunuyam, İqtisadiyyat Fakültəsinin 97-ci il məzunuyam və o dövrdən bu dövrü son 2 gündə ağlımdan keçirəndə düşünürəm ki, nə qədər qarşı-qabağa getmişik biz bu sahədə. Hətta mən 2022-ci ildə son burada Azərbaycan Quş Əti və Yumurta İstehsalçıları, İxracatçıları İctimai Birliyinin sədri kimi memorandum imzaladım. O zamanki rektor İbrahim müəllim Cəfərovla və o dövrdən bu dövrəki fərqi hiss etməmək mümkün deyil. Yəni bir deyil, 2 deyil. Biz hansı sahəyə gedirik, ancaq Aqrar Universitetin uğurlarını görürük, sevinirik, yaratdığınız bütün layihələrə fikir veririk və bu məni çox sevindirir. İctimai Şura sədri kimi. İctimai Şura bildiyiniz kimi Kənd Təsərrüfatı Nazirliyi yanında 2024-cü il dekabrın ayının 16-sında mən İctimai Şuranın sədri seçilmişəm. O gündən bu günə kimi bütün fəaliyyət planlarımızda bir məqsədimiz olub ki, fermerlərin yanında duraq, ictimai iştirakçılığımızı təmin eləyək və fermerlərin qarşıdan gələn problemlərin həllində ən azından əlimizdən gələn dəstəyi göstərək. Hal-hazırda yenə deyirəm, biz hörmətli nazirimiz Məcnun müəllimlə tez-tez görüşürük və görüşümüzdə bu sahədə olan problemləri müzakirə edirik və bir şey deyim ki, o qədər xoşdur ki, biz İctimai Şura sədri olaraq bizə fermer müraciət eləməmişdən öncə artıq Kənd Təsərrüfatı Nazirliyinin bütün rəhbər heyətindən görüşmə imkanı olur. Nazirlik o qədər açıqdır ki, müzakirələrə, bu məni sevindirir. Bu sahədəki, bugünkü aqrar sektordakı uğurların həm də bunun nəticəsi kimi mən qəbul edirəm ki, istənilən problemin həllində Məcnun müəllim bizim yanımızdadır. Bizlə baravar həmin problemi həll eləmək istəyirik. Yanına keçib problemi söyləyən kimi hansı nazirlikdə problemimiz var, hansı agentlikdə problemimiz var, həmin o problemlərin həllini həll edir. Bundan əlavə biz İctimai Şura olaraq son dövrlər Qida Təhlükəsizliyi Agentliyində görüş keçirdik, sektorun problemlərini danışdıq və sektorun problemlərinin həllinə həmin günü orada Qoşqar müəllim tərəfindən dəstək aldıq. Və bu gün üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən çox şükür ki, əlimizdə bir problemli sahə demək olar ki, yoxdur. Digər xırda sahələr çıxdısa biz müraciət edirik, çalışırıq ki, fermerlərimizə, sahibkarlarımıza kömək eləyək. Dediyim kimi, digər sahələrdə də o cümlədən. Amma son dövrlər Aqrar Universitetdə biz planladığımız kimi İctimai Şura olaraq, 9 üzv olaraq gələk, burada iştirak eləyək və buradakı bizim üçün əsas kadr probleminin həllinə nail olaq. Və mən gəldim, çox ümidliyəm. Nəyə ümidliyəm əsasən? Biz dünən hörmətli Zəfər müəllimlə Qurbanovla görüş keçirdik, Zəfər müəllimə qulaq asdıq
problemlərimizi çatdırdıq və həmin problemlərdən sonra Zəfər müəllim bizi sahənin gəzintisinə çıxartdı. İnan ki, biz sahəni gəzib gəlsəydik, biz o problemlərin bir neçəsini artıq deməyəcəkdik ki, artıq fikrimizdə var idi ki, bu problem artıq həll olunur. Biz kollecin gəzintisində xüsusilə bir fərqlilik hiss elədik. Biz orada tələbələrlə də görüş keçirdik və o tələbələrdən aldığımız cavablar bizi sevindirdi ki, o qədər ürək dolusu, yəni gələcəyin baytarı kimi, gələcəyin aqronomu kimi, gələcəyin zoo mühəndisi kimi onlar çıxış edirdilər. Biz əvvəllər buna rast gəlmirdik və tələbələrdə bir ümid var idi ki, biz bu aqrar sektora gedəcəyik. Mən bununla bağlı qısa bir arayış verim ki, aqrar sektorun son dövrlər inkişafı belə deyə bilərəm, möhtəşəmdir. Bu yaxında yəqin ki, cənab nazirin bir neçə televiziya kanallarında çıxışlarına da baxdınız. Bizim ən çox pambıq istehsalımız digər illərdən fərqli olaraq bu il olub. 372 min ton pambıq istehsal eləmişik. Bunu biz fəxrlə deyə bilərik. Biz 2 dəfəyə yaxın keçən ilə nisbətən meyvə tərəvəz ixrac eləmişik. 971 min ton. Çox güman ki, inşallah bu il biz 971 min ton meyvənin ən azı 1 milyon 300 min, 1 milyon 400 min tona qaldıracaq ixracımızı. Biz bu il dünyanın 17-yə yaxın ölkəsinə yumurta ixrac etmişik. O cümlədən Amerika Birləşmiş Ştatlarına. Amerika Birləşmiş Ştatlarından federal sertifikat verilib bizim 3 firmamıza. Çox sevindirici haldır. 100 milyona yaxın oraya yumurta ixracımız var və bu gün də davam edir yumurta ixracımız. Bu il biz müasir Azərbaycan tarixində, keçmişdə heç zaman damazlıq yumurta ixracı bizdə olmadığı halda bir il 20 milyona yaxın yumurta ixrac etmişik. Damazlıq yumurta ixrac etmişik. Azərbaycan quşçuluğunun uğurudur. Azərbaycan meyvə tərəvəzinin uğurudur, pambıq istehsalının uğurudur və digər sahələr var ki, bizim orada uğurlarımız var və təbiidir, elə bir sahələrimiz var ki, orada problemlərimiz var. Onun həlli üçün də həm cənab nazir, həm biz ictimai şura olaraq, ictimaiyyət olaraq çalışırıq ki, gələcəkdə bu problemlərimiz olmasın. Biz bura gələndə fikirləşirdik ki, biz kadrla bağlı problemlərimizi çatdıracaq. Həm ümidimiz var idi ki, bu tələbələr varmı orada? Son 2 gündə gəzdiyimiz laboratoriyalar, baxdığımız sahələr, korpusları gəzdikcə, hər korpusun laboratoriyası, hər korpusun seminar otaqlarındakı elmi-texniki bazanın olması bizi çox sevindirdi və düşünürəm ki, biz bu problemləri həll eləyəcəyik. Bizim üçün problem, əsas, ən aktual problem bugün üçün kadr problemidir və mən düşünürəm ki, yaxın, əgər bu templə biz irəliyə doğru geçsək, son 3 ildəki uğurları nəzərə alsaq, yaxın 3-5 ildə biz bu problemləri həll eləyəcəyik. Və sahəmizdə, aqrar sahədə gözəl baytarlarımız, savadlı baytarlarımız, aqronomlarımız, zoo mühəndislərimiz, yer quruluşundan torpaqşünaslarımız yetişir və gələcəkdə mən inanıram ki, bunlar da öz töhfələrini verəcəklər. Mürvət müəllim, təşəkkür edirəm sualıma cavab verdiyinizə görə. Elə demək olar ki, mən bir neçə sualıma siz artıq cavab verdiniz. Belə bir sualım olacaq sizə. Aqrar sahədə bugün təhsil alan tələbələrə nə tövsiyə edərdiniz? Bu sahədə uğurlu karyera qurmaq üçün hansı bacarıqlar vacibdir? Çox sağ ol. Bir daha sualıma görə. Mən bugün Aqrar Universitetinin İqtisadiyyat Fakültəsində, öz məzun olduğum fakültədə oldum. İlk auditoriya qarşısında olanda bir hiss həyəcanım var idi. Artıq müəllimlərimlə görüşdük, təbiidir, onlarınla bağlı olan xatirələrimi canlandırdım beynimdə. O hiss həyəcan bir 10 dəqiqəyə yaxın çəkdi və sonra biz onlarla o söhbəti tələbələrlə eləyəndə də mən onlara da dedim ki, gələcək aqrar sektordadır.
ərzaq təhlükəsizliyi proqramının həll olunmasındadır. Ölkə başçısının, cənab prezidentin bizim qarşımızda qoyduğu məqsədlərə çatmaq lazımdır. O məqsədlərə ki, cənab prezident aqrar sektora özəlliklə ciddi fikir verir. Baxın, 2008-13-cü il ərzaq təhlükəsizliyi proqramı, 2010-15-ci il Bakı və Bakı ətrafı kəndlərin ərzaq təhlükəsizliyi proqramı, heyvandarlıq ili, üzümçülük ili, üzümçülüklə bağlı dövlət proqramı və digər sahələr, o cümlədən 2016-2025-ci il strateji yol xəritəsində xüsusi aqrar sektorun qarşısında qoyduğu hədəflər, məhsulun istehsalından bazara satışına və istehlaka qədər olan bir dövrə əhatə eləyirdi. Həmin nəticələrə çatmışıqmı? Mən çox rahat deyə bilərəm ki, biz artıq o nəticələrə 2024-cü ildə çatdıq, 2025-i gözləmədən. Və bu gün üçün də çox sevindirici haldır ki, həm indiki Baytarlıq Fakültəsinin, Mühəndislik Fakültəsinin, Zoo Mühəndislik Fakültəsinin tələbələri ilə görüşümüz, həm İqtisadiyyat Fakültəsində aqrar iqtisadçılarla görüşümüzdə mən həmin tələbələrdə onu gördüm ki, onlar gələcəyin aqrarçılarıdır, aqrar sahədə çalışacaq. Ona görə ki, aqrar universitetdə o ruh var. Artıq o motivasiyanı Zəfər müəllim gətirib. Və düşünün ki, 2 ildir açılan kollecdə artıq mən dünən Fəqan müəllimin çıxışında orada qulaq asdım ki, 270 nəfər tələbə bir ildə qəbul və bir ilin tələbatı 350 nəfərə qalxılsa, onlar da bu sektora gəldikcə daha uğurlu nəticələrə nail olacaq. Çox sağ olun Mürvət müəllim, təşəkkür edirik bizə vaxt ayırdığınıza görə. Hörmətli Adalı TV izləyiciləri, bugün studiyamızın qonağı Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın sədri, Azərbaycan Quş əti yumurta istehsalçıları və ixracatçıları Assosiasiyası İctimai Birliyin rəhbəri Mürvət Həsənli idi. Onunla birlikdə sizə sektorda real vəziyyət, mövcud problemlər və qarşıdakı imkanlardan danışdıq. Növbəti efir saatlarında görüşənədək.